İmam Hüseyn əleyhissalam Quran-ı Kərimi açıqladı, amma biri var yazı yazasan, kitab yazasan, biri var qanunla Quranı açıqlayasan. Quran ayələrinə baxın, sonra baxın Kərbəlaya. Minəl müminina ricalun sadaqu ma ahadullah. Möminlərdən elələri var, öz əhdlərinə vəfa elədilər. Allah yolunda canlarından keçdilər. Elələri də var, intizardadılar. İnnəllâhe iştərâ minəl müminin ənfusəhum və əmvələhum bi ənə ləhumul cənnə. Allah buyurur ki, Allah möminlərdən canlarını və mallarını alar cənnət qiymətinə. O mücahidlər canlarını Allaha ərmağan elədilər. O mücahidlər bütün varlıqlarından haqqın yolunda keçdilər. İmam Hüseyn əleyhissalam göstərdi ki, bu məktəb necə insanlar yetişdirir? Kərbəla şəhidlərinin timsalında. Kərbəla şəhidləri vəfalılıq, müqavimət rəmzidirlər. Kərbəla şəhidləri mərhəmət rəmzidirlər. Bugün İslamı zorakılıqda ittiham eləyənlər gəlsin görsün ki, müsəlman ümməti zorakılığa məruz qalmış adama əza saxlayır, zorakılıq eləyən adama yox. İmam Hüseyn əleyhissalama qarşı zorakılıq edilib, İmam Hüseyn əleyhissalama qarşı vəhşilik eləyib və bura gələnlər də əslində bura gəlməkləri ilə zorakılıq və vəhşiliyə etiraz edirlər. Vəhşilikdən narahat olduğunu bildirirlər. Bu İslam ümmətinin mədəniyyətinin göstəricisidir. İslam ümməti 1000 ildir vəhşiliyə və zorakılığa etiraz edir. Bu cür dinin ardıcıllarını zorakılıqda ittiham eləmək nə dərəcədə məntiqlidir? İslam mərhəmət dinidir və İmam Hüseyn mərhəmət timsalıdır. İmam Hüseyn o şəxsdir ki, bugün Aşura günü öz qatillərini dua eləyirdi. Öz qatillərinin hidayəti üçün çalışırdı. İmam Hüseyn tək meydanda qalanda tək. Siz diqqət eləyin ki, nəyi var əlindən alıblar. Ona o qədər zülm eləyiblər, övladların şəhid eləyiblər, qardaşların öldürüblər, ən yaxın dostların şəhid eləyiblər. Meydanda tək qalanda yenə də üzün tutdu Yezid qoşununa, dedi, nə qədər qanım tökülməyib, tövbə elə söz hamınızı halal eləyirəm. Yəni Əbəlfəzlin qanından da keçirəm. Yəni Əli Əkbərin qanından da keçirəm. Əli Əsqərin qanından da keçirəm. Gör, bu necə böyük mərhəmətdir. İndi əgər tövbə elə söz mən qiyamətdə şikayət eləməyəcəm ki, bunlar mənim balalarımı öldürdülər. Bunu bilirsiniz nə zaman dedi? Meydanda tək qalanda. Görün, nə böyük bir mərhəmət nümunəsidir. Tarixin hansı dönəmində belə şey görünür? Bir kişinin hər şeyini əlindən alasan, bizə bir nəfər bir dənə pislik eləyəndə heç vaxt yadımızdan çıxarda bilmirik. Amma o qədər müsibətdən sonra, o qədər sinəsinə dağ çəkilib, deyir, əgər tövbə elə söz hamınızı halal eləyirəm. Bizim İmam Hüseynimiz insaniyyət uğrunda, bəşəriyyət uğrunda varlığından keçdi. Kərbəla hadisəsi olmasaydı, bəşəriyyət məhv olacaqdı. Buna tam əmin olun. Kərbəla hadisəsində İmam Hüseyn qanı axmasaydı, bugün dəyərdən əsər əlamət yox idi. Nəinki namaz qalmayacaqdı, insaniyyət qalmayacaqdı. Bugün dünyada insaniyyət adına nəsə qalıbsa, bütün bəşəriyyət İmam Hüseynə borcludur. Bunu biz bu dünyada başa düşməsək də, qiyamətdə başa düşəcəyik. İmam Hüseyn bəşəriyyətin üzünə elə bir saadət qapısı açdı ki, heç zaman bağlanmayacaq. İmam Hüseyn öz şəhadəti ilə. İmam Hüseyn şam kimidir. Şam əriyir ki, başqalarına xidmət eləsin, başqalarına nur bəxş eləsin. İmam Hüseyn əridi ki, bugünə qədər zülmətlərə nur satsın. Bugün bütün görən insanlar onun nuru sayəsində görürlər. Şəhidlərin qiyməti bundadır və bugün şəhidlər günüdür. Bugün dünyanın hər yerində haqq uğrunda, vətən torpaq uğrunda canından keçən şəhidlər varsa, onların anım mərasimidir. Bugün Seyyid-i Şühədanın anım günüdür. Seyyid-i Şühədanı yad eləmək üçün. Seyyid-i Şühəda nə deməkdir? Yəni, şəhidlərin ağası, şəhidlərin sərvəri. İmam Hüseyn bütün şəhidlərin sərvəridir. Şəhidliyin simvoludur, şəhidliyin rəmzidir. يَوْمَ لَا يَنْفَهُ مَعْلٌ وَلَا عُنْبَلٌ. Sonra deyir, nə fayda verəcəksin? İlla mən ətəllah bir qəlb-i səlim.
Yalnız təmiz qəlblə gələn insanlardan başqa, təmiz qəlblə, qəlbin təmizləyən insanlardan başqa. Qəlb də necə təmizlənər? Qəlb onda təmizlənər ki, oradan dünya çıxsın. Dünya çıxsın, yəni dünyada insan nəyə ki bağlıdır, yavaş-yavaş, zaman-zaman onları bir-bir itirsin özündən. Onları bir-bir qəlbindən çıxartsın. Salih qəlb, təmiz qəlb onda olur. Onda insan dua eləyəndə Allah duanı eləməmiş eşidir. Çünki salihdir, pak qəlbdir. Peyğəmbərin bir duasına ağac yerindən tərpənirdisə, o Peyğəmbərin qəlbinin paklığından xəbər verir. Həzrəti İsa əleyhissalamın bir duasına 3 günlük dünyasını dəyişmiş bir şəxs ayağa dururdusa, bu İsa əleyhissalamın qəlbinin təmizliyidir. Qəlb təmizdir ki, heç nə yoxdur o qəlbdə, Allah eşidir onun səsini. Yalnız Allah var ona görə. İmam Hüseyn ağa da elənciyik. İmam Hüseyn ağanın qəlbi tərtəmiz idi. İmam Hüseyn ağa qəlbini təmizləmişdi hər bir şeydən. Biz deyə bilərik o məsumdur, imamdır. Amma məsumluq libasında insandır, əvvəl axır. Allah Peyğəmbərlər niyə insan göndərdi ki, insanlar onlara baxsınlar, görsünlər ki, bunlar da insandır, bunlar da bizim kimi insanlardır. İmam Hüseyn əleyhissalam o dərəcə qəlbini təmizləmişdi ki, gəldi o fədakarlıq elədi. O qəlb təmizliyində baş verir. Qəlbdə Allahdan başqa olmayanda, hər şey yoxa çıxanda, qəlbdə bu işlər yanır yavaş-yavaş. Qəlb təmizlənir və Allaha çatır. Bəzi insanlar hamımız Allaha çatacaq, hamımız Allaha verilir. İnsanlar var, İmam Hüseyn ağa kimi gedir, insanlar da var ki, Yezid kimi gedir. Hər ikisi insandır. Allah hər ikisini insan verir. Birinin 3 əli, birinin 2 əli yoxdur. Hər ikisi insandır, amma biri qəlbin təmizləmiş insandır. Biri o sözü deyir ki, əmniyyət aynullah tərak, ilahi səni görməyən gözlər kör olsun. Biri o sözü deyir, o birisi də şərabxorluq, üzr istəyirəm, zinazadəlik, meymunbazlıq, o birisi bu işlərlə məşğuldur. Hər ikisi ancaq insanın nəhayətində. Biri gəlib o dərəcəyə çatır, qəlbin təmizləyir, paklayır qəlbin. İnsan qəribə məsələdir İmam Hüseyn ağanın məsələ. İnsan bilə ki, döyüşə gedir, mümkün ki, qalib olur. Onda həvəslə gedər. 10 nəfər, 100 nəfər, 200 nəfər, Əli əleyhissalamın ordusu məsələn, Suffeynə gedirdilər, ümidləri vardı ki, Əli əleyhissalam demirdi ki, biz məğlub olacaq. Yaxud Nəhrəvanda demirdi bizim məğlub olacaq. Yaxud Peyğəmbərin qoşunu, Bədirdə, Uhudda, orada, hamısı gedirdilər və ümidləri var idi ki, biz qalib olacaq. Qalibiyyət ruhiyyəsi ilə gedirdilər. Amma İmam Hüseyn ağanın yanındakılar ölüm ruhiyyəsi ilə gedirdilər. İmam Hüseyn əleyhissalamın o sahabələrin digərindən ayıran bu məsələdir ki, İmam Hüseyn deyir ki, mənim sahabələrimə heç kəsin sahabələri çatmaz. Bilə-bilə ki, 100% ölümdür, bilə-bilə ki, burada şəhadət var, özü necə şəhadət? Özü necə şəhadət? Baş kəsmək, qan tökmək, əlləri kəsmək, ayaqları kəsmək, amma bununla bərabər yenə də coşğu ilə, o sevinclə o Kərbəla səhnəsinə getmək. Burada o insanlardır ki, qəlblərindən dünyanı çıxardıblar. Bureyr kim idi? Bureyr Peyğəmbər sahabəsidir. Bureyr 90 neçə yaşlı qoca kişi idi. Amma özü deyirlər onun haqqında ki, 60 neçə il xiftən namazın, dəstəmazı ilə sübh namazını qılıbdı bu adam. Bütün gecəni ibadətdə idi. Bu insanlar idi, bu şəxslər idi. Həzrət Əli Əkbər kim idi? Hədisdə var ki, bir an olsun belə, bir saniyə, bir an olsun belə qəfləsə düşmədi. Qəlbin təmiz. Onlar ki, məsum deyildilər. Onlar ki, imam deyildilər. Onlar ki, bizim kimi insanlar idi. Amma dünyanı çıxartdılar qəlblərindən. Dünyanı çıxartdılar və o dərəcəyə gəlib çıxdılar ki, onlar 72 şühəda bugün dünyanın fəxridirlər. Bütün İslam aləminin fəxridir.
Allahdan başqa hər şey fanidir. Yalnız Allah dəbədir. مولانا يا حسين بن علي أيها الشهيد يا ابن رسول الله يا حجة الله على خلقه يا سيدنا ومولانا إنا توجهنا واستشفعنا وتوسلنا بك إلى الله وقدمناك بين يدي حاجاتنا يا وجيها عند الله اشفع لنا عند الله يا وجيها عند الله اشفع